Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. biri vardı, biri yoktu, bir ışıklı ulduz vardı. Hemşehriyle lap az qalanda meşənin üstünde görünərdi. Quşlar, heyvanlar onu görən kimi sevinərdilər. Ulduz onlara üzünü tutup bircə kəlmə deyərdi: hazırlaşın. Bu o deməkdir ki, onlar təzə ili qarşılamağa hazırlaşmalıdır. Bir dəfə ulduz meşədəki heyvanlara dedi: siz bu il insanlar kimi bayram edəcəksiniz. Təzə ili onlar kimi qarşılayacaqsınız. Şir, dələ, dovşan bir-birinin üzünə baxdı. Deyəsən heç nə başa düşməmişdilər. Ulduz aramla dilləndi: bircə şərtim var. Gərək hədiyyə alasınız. Özü də hədiyyəni kimə verəcəksinizsə, onun xoşuna gəlməlidir. Yenə hamısı bir-birinin üzünə baxa-baxa qaldı. Nə hədiyyə, kimə, necə bağışlamaq lazımdır? Ulduz kimin kimə hədiyyə gətirəcəyini bilmək üçün püşk atdı. Cırcırama bayquşa, leylək dovşana, ayı tülküyə, canavar kərtənkələyə pay gətirməli idi. Hərə öz yuvasına dağıldı. Təzə il şənliyinə az qalırdı. Gərək o vaxta kimi hədiyyə tapıydılar. Axır ki, yeni il axşamı gəlib çatdı. Quşlar, heyvanlar talaya yığışdılar. Gələnlər hədiyyələrini də gətirirdi. Ulduz göyün üzündə yenə də par-par parıldayırdı. Bu gözəl qış gecəsində heç kəs bir-birinə dəyib dolaşmırdı. Ulduz hədiyyələrə baxmaq üçün biraz da aşağı indi. Bu nədir? Bu necə hədiyyədir? Onu gülmək tutmuşdu, özünü güclə saxlayırdı. Ayı tülküyə bir torba armud gətirmişdi. Cırcırama bayquşa gün ışığı aparırdı. Canavar kərtənkələyə quzu əti gətirirdi. Qonaqlar hamısı gəlib çıxmışdı. Küknar ağacları rəngbərəng işıqlarla bəzədilmişdi. Hədiyyələrin üzünə baxan yoxdu. Hamının kefi pozulmuşdu. Kərtənkələ hara, quzu əti hara. Toyuq yeməyə adət eləmiş tülkünün armud nəyinə gərək idi? Leyləyə yer kökü gətirmişdilər. Quzuya isə bir parça ət. Axır ki dilləndi. Mən sizə tapşırmışdım ki, hərənin özünə uyar hədiyyə tapın. Tülkü armudu neynir axı? Quşlar, heyvanlar səhvlərini başa düşüb peşman olmuşdular. Birdən sağsağan xəbər verdi. Ora baxın, yola baxın, fındıq deyirlənə bura gəlir. Hamı yola baxdı. Sən demə, fındığı diyirləyən xallı böcəkmiş.
Dələ hardadır? Dələ hardadır? deyə xallı böcək soruşdu. Ona fındıq gətirmişəm. Heyvanlar hamısı bir ağızdan dedi. Afərin, afərin. Dələ sevinə-sevinə irəli çıxdı. Ay sağ ol xallı böcək, nə yaxşı oldu. Qalan heyvanlar söz verdilər ki, ertəsi günü təzə hədiyyələr gətirsinlər. Heyvanların yeni il gecəsi lap yaxşı keçdi. Quzuya yaşıl ot, tülküyə toyuq əti, quşlara dən payladılar. Dovşan saman gətirmişdi ki, leylək özünə yuva tiksin. Amma işıqlı ulduz təkcə xallı böcəkdən razı qalmışdı. Böcək dostuna hədiyyə seçməyi bacarmışdı. Nağlımız burada bitti. Göydən 3 alma düşdü. Biri mənim, biri sənin, biri də gendə durub istəmirəm deyənin. Radyomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1975-ci ildə lentə alınıb.